Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərlə bir çoxumuzun yaralı yeri olan dil öyrənmə barəsində danışacağam. Dil öyrənmək əslində qəliz bir proses deyil, tam əksinə sadə bir prosesdir. Sadəcə bizlərdə doğru metod, doğru vəsait və səbr olmadığı üçün becirik, sıxılırıq, yarıda qoyuruq və deyirik ki, məndə alınmır, mən bacara bilmirəm və s. Bugün bu videoda bu üç əsas faktorla bir dili necə öyrənə biləcəyimizi sizlərə göstərəcəyəm. İstənilən bir dili öyrənməyə başlamazdan əvvəl bizim qarşımızda bir böyük sual dayanır. Biz bu dili niyə öyrənmək istəyirik? Bu suala verəcəyiniz cavab ona necə nail olacağınıza böyük dərəcədə təsir edir. Çünki verəcəyiniz cavab iki formada yol göstərəcək. Formal dil öyrənmək istəyirsiniz, yoxsa qeyri-formal dili. Yəni siz əgər imtahan vermək üçün dil öyrənmək istəyirsinizsə, bu zaman test çalışma işləməli, qrammatika öyrənməlisiniz. Yox, əgər dili ünsiyyət vasitəsi olaraq, yəni qeyri-formal dil öyrənmək istəyirsinizsə, bu zaman doğru vəsaitlərlə, listening metodu ilə işləməlisiniz. Bu videoda mən sizlərlə qeyri-formal dili necə öyrənə biləcəyimiz haqqında danışacağam. Bütün bunları etməzdən əvvəl bilməli olduğunuz çox vacib bir məqam var ki, dil də 6 ay, yəni də 1 illə öyrənilib bitirilən bir proses deyil, dil bir dərs deyil. O öyrənilmir, mənimsənilir. Və dili mənimsəmək 1 ildən çox vaxt alır. Siz səbirli olmalısınız. Yorulduğunuzda, bezdiyinizdə, sıxıldığınızda belə çalışmalısınız. Gündə 1 saat işləməlisinizsə əgər o gün heç işləyə bilmirsinizsə, heç həvəsiniz yoxdursa, bu zaman 1 saat yox, yarım saat, 15 dəqiqə, 20 dəqiqə belə işləmək sizin üçün faydalı olacaq və bu alışqanlığınızı qırmamağınıza gətirib çıxaracaq. Dil öyrənmə prosesi dediyim kimi sadə bir prosesdir, qəliz bir proses deyil. Lakin bunun çətin tərəfi onun uzunmüddətli olmağı və bunun üçün bizim səbir göstərməli olmağımızdır. Və bu səbri də qurmaq üçün gündəlik olaraq alışqanlığımızı izləməli, kiçik başlamalı, hər gün davamlı olmağa çalışmalıyıq. Motivasiyamız olmasa belə çalışmalıyıq, yorulsaq da çalışmalıyıq, bezsə də çalışmalıyıq. Çünki bu çalışma bizə axırda istədiyimiz nəticəni verəcəkdir. Onsuz da həyatda hər bir uğur ardındakı zəhmət tanınır. Ətrafınızda görəcəyiniz bütün uğurların səbəbini araşdırsanız altında çox çalışma, yorğunluq, motivasiyasızlığı və s. görə bilərsiniz. Səbirli olmaq barədə deyə biləcəklərim ümumi olaraq bunlardır. Bir alışqanlığı necə gücləndirə bilərik, necə iradəmizi diri tutub disiplinli ola bilərik haqqında növbəti videolarda sizlərlə geniş formada danışacağam. Ona görə də bunun üzərində çox dayanmaq istəmirəm. Dediyim kimi kiçik başlayın, davamlı olun, səbirli olun. Motivasiyanız aşağı düşsə belə, istəməsəniz belə çalışmaq, davam edin, nəticə görəcəksiniz. İndi isə istəyirəm doğru vəsaitlə davam edeyim. Çünki doğru metodu bir çoxumuz belə tanıya bilərik və doğru metodla çox işləyə bilərik. Ancaq vəsait doğru olmadıqda bizlərin bu dil öyrənmə prosesi çox çətinləşir və çox getdikcə uzayır və nəticə də o qədər uzayır ki, normalda biz 3 aya, 6 aya müəyyən qədər nəticə görəcəksə, o nəticəni biz 1 ildən sonra görməyə başlayırıq və ümumi proses normalda 1 il yarım, 2 il davam edirsə, bu proses 3-4 ilə qədər uzanır. Bu da bizim bütün inamımızı, motivasiyamızı, daxili motivasiyamızı tam olaraq öldürür. Bəs yaxşı, doğru vəsait nədir? Baxın dostlar, biz indiyə qədər məktəblərdə falan və s. öyrəndiyimiz cümlələrdə adətən belə başlayırıq. Hello, how are you? I am good and you. Lakin xariclərdə çox vaxt belə danışılmır. What's up deyirlər məsələn. What's going on? How you doing? Buna görə də doğru vəsait seçərkən diqqətli olmalısınız ki, o dildə danışılan sözlərdir yoxsa yox. Əgər siz bir kitabı yaxud da videonu, kinonu açsınızsa və o sırf dil öyrənmək üçünsə, böyük ehtimalla orada biraz yanlışlar görə bilərsiniz. Mən bir neçə sayt var, BBC-nin bəzi saytları var ki, o saytlarda dil öyrənməyə başlayarkən buna şahid olmuşdum. Çox rəsmi danışıqdır və bu danışıq bizim dil öyrənməyimiz üçün çox da faydalı deyil. Tamam, biz yeni ifadələr öyrənirik, amma bunlar bizim gündəlik istifadəmizdə, istədiyimiz kinoları anlamamızda, kitabları oxumamızda bizə çox kömək olmayacaqdır. Çünki bu dialoqlar, bu yazılar, bu mətnlər olduqca sünidir və bizim ehtiyacımız olan şey sünilik deyil, təbiilikdir. Doğru vəsait nümunələrini mən sizlərlə bu videonun şərh bölməsində və yaxud da açıqlama bölməsində sizlərlə bölüşəcəyəm. Oradan onlara baxa bilərsiniz. Bir daha qeyd etmək istəyirəm ki, əgər siz başqa bir vəsait də axtarırsınızsa, istəyirsinizsə ki, əslində sizin doğru vəsaitiniz birinci olaraq səviyyənizə uyğun vəsaitdir. Səviyyənizə uyğun deyəndə A1, A2, B1, B2-yə çox taxılmağınızı istəmirəm. Yəni
Mən başlanğıc səviyyəsindəyim. Mən dil haqqında çox şey bilmirəm. Daha doğrusu dildəki ifadələr haqqında, onun az-maz qrammatikası haqqında, günlük danışıq haqqında bir çox şey bilmirəmsə, mən artıq başlanğıc səviyyə sayıram və dili öyrənməyi mən özüm üçün 3 səviyyə vermişəm. Başlanğıc, orta səviyyə və yüksək səviyyə. Başlanğıc səviyyədə bizlər söz öyrənməliyik, bir neçə ay ərzində sözləri düzgün şəkildə öyrənməliyik. Yəni götürüm mən lüğət dəftərinə oturum oradan adındakı bütün sözləri öyrənim. Belə yox. Gündəlik həyatda ən çox istifadə olunan 500 söz, 1000 söz, 2000 sözü oturub öyrənə bilərsiniz, əzbərləyə bilərsiniz. Bunu hal-hazırda ekranda gördüyünüz bir neçə proqram var ki, onlar söz öyrənmək üçün çox yaxşıdır. Onlardan istifadə edərək sözləri yaxşı şəkildə əzbərləyə bilərsiniz. Bu dil öyrənmənin birinci mərhələsi budur, başlanğıc mərhələsi. O dildəki ən çox bilinən, istifadə olunan sözləri, cümlələri öyrənmək, əzbərləməkdir. Bundan sonra bu mərhələ bitmiş sayılmır. Bu mərhələdə eləməli olduğumuz ikinci şey isə tam olaraq başlanğıc səviyyəsinə uyğunlanan filmlər, kitablar, cizgi filmlər və s. izləməkdir. Dili sadə olan, uzun cümlələri olmayan, öyrəndiyiniz sözlərin orada olduğu bir çox vəsaitlər tapa bilərsiniz. İnternetdən axtarsanız əgər. Bu vəsaitlərlə işləməyi tövsiyə edirəm. Oturun, oradakı videoları izləyin. Videoları izləyərkən sizlər də onların tələffüzünə uyğun şəkildə tələffüz etməyə çalışın. Dəfələrlə izləyin, altyazılı izləyin, altyazını söndürüb təzədən izləyin. Yəni onu tam şəkildə özünüzə danışa biləcək qədər bildiyinizdə onu tam olaraq öyrənmiş sayılırsınız və keçirsiniz o biri vəsaitə. Belə bu başlanğıc səviyyəsini 3 aya tamamlaya bilərsiniz. Bura təqribi A1 səviyyəsini aid eləmək olar. Əgər siz səviyyə mövzusunda çox belə həssassınızsa. Orta səviyyəyə isə B1, B2 səviyyəsini aid eləmək olar. Bu B1, B2 səviyyəsində isə daha çətin sözlər, daha uzun cümlələrin içində olduğu kitablar, filmlər, seriallar, podkastlar, videolar və s. baxa bilərsiniz. Sizlər üçün doğru vəsait olduğunuz səviyyəyə uyğun və ondan az-biraz yuxarı olan səviyyələrdir. Amma çalışın, tələsməyin. Vəsaiti tam olaraq öyrəndikdən sonra keçin növbəti vəsaitə və bu prosesin başlanğıc səviyyəsi 3-6 ay arası çəkir. Bundan sonra siz orta səviyyəyə keçə bilərsiniz. Və orta səviyyədə keçdikdən sonra yüksək səviyyəyə keçmək üçün yenə daha çətin materiallar tapa bilərsiniz. Yenə sözlər əzbərləyə bilərsiniz. Danışmağa çalışa bilərsiniz. Danışmağa çalışarkən səhv eləməkdən qorxmayın. Instagramın özündən dil öyrənmə səhifələrindəki şərhlərdən özünüzə xarici dostlar tapa bilərsiniz ki, mən bir dəfə bir xarici dost tapmışdım özümə. Hələ onunla arada belə danışıram. Hətta sağ olsun bir dəfə Zoom-da düz yarım saat danışmışdıq. Yəni dil öyrənməm üçün çox yaxşı idi həqiqətən. Hər şey danışdıq, qaldıq ən əsas 3-cü məsələyə, doğru metod. Dostlar, doğru metod ilk başda dediyim sözlər əzbərləməkdir. O dildəki ən sadə videoları, kitabları, cizgi filmləri, musiqiləri dinləmək və bunu dəfələrlə etməkdir. Bezənə qədər, sıxılana qədər yox. Bezib sıxılma mərhələsini keçib onu tam olaraq öyrənənə qədərdir. Yəni sən bir cizgi filmi açdın, tam baxdın, sözlərini çıxartdın, əzbərlədin, onu altyazılı bir şəkildə baxdın, sonra altyazısız bir şəkildə baxdın, sonra onu qırağa qoyub sadəcə dinləyərək onu anlamağa çalışdın və gördün ki, artıq oradakı bütün ifadələri tam olaraq mənasını bilirsən. Bundan sonra artıq onu öyrənmiş olsan, keçə bilərsən növbəti materiala. Başlanğıc səviyyəsi üçün eləməli olduğumuz şeylər bunlardır dostlar. Yəni ən əsas öyrənməli olduğun sözləri otur əzbərlə, cizgi filmlər izlə, az-maz kitabda oxuya bilərsən, amma kitabda cümlələrin kontekstə uyğun tərcüməsinə fikir verməlisən. Orta səviyyədə etməli olduqlarımız isə listening metodunu daha effektiv işlətmək üçündür. Bu səviyyədə bizlər özümüzə uyğun olan səviyyədəki bir video materialı tapmalıyıq. Yaxud da kitab da olar, lakin səsləndirməsi olan hər hansı bir mətn də ola bilər. 3-5 dəqiqə arası, 5-10 dəqiqə arası bir video mətn və yaxud da kitabın audio versiyasını tapa bilərsiniz. Bunu necə öyrənməlisiniz? Birinci gün o audio materialdakı bütün mətni öyrənirsiniz, anlayırsınız. Onun içindəki bütün cümlələri tərcümə edirsiniz, bütün sözləri tərcümə edirsiniz və onu bir neçə dəfə öyrənirsiniz, əzbərləməyə çalışırsınız. Yəni mətnini oxumağı bilmirəm. Mətndəki bütün cümlələrin mənasını əzbər bilməlisiniz. Yəni onun üstündə birinci gün çox çalışıb oradakı bütün ifadələri, cümlələri öyrənməlisiniz. Növbəti ikinci gündə o mətnin audio versiyasını dinləyərək o mətni izləməlisiniz. Yenə bunu dəfələrlə etməlisiniz, bezib sıxılana qədər və bunu bir neçə gün ərzində etməlisiniz. 4-5 gün etdikdən sonra bu zaman tək audiosuna qulaq asaraq o mətnə baxmadan o mətni dinləməlisiniz. Bu zaman sizin dinləmə qabiliyyətiniz çox yüksələcək və dili dinləyə-dinləyə öyrənmiş olacaqsınız. Bu zaman
çöldə yaxud da parkda və ya vəsairə bir yerdə yürüyərkən etməyinizi tövsiyə edirəm. Çünki evdə oturub, uzanıb, oturub dinləmək, məşğul olmaq sizi biraz narahat edəcək və daha tez sıxılacaqsınız. Halbuki çöldə olsanız və diqqətiniz dağılmırsa, bunu etməyiniz çox effektiv olacaqdır. Və dediyim kimi, əvvəla mətni tam olaraq öyrənirik, ondan sonra audiosuna qulaq asasən mətni izləyirik və izləyərkən təbii ki, onu öyrənirik, mənasını başa düşürük və tələffüzünə ciddi şəkildə fikir veririk. Bizim listening metodundakı ən əhəmiyyətli işimiz ona diqqətlə fikir verməkdir. Çünki o diqqətlə fikir verdikdə, diqqət edildikdə biz həm cümlələrin quruluşunu öyrənirik, həm qrammatikasını öyrənirik, həm tələffüzünü öyrənirik, həm də kontekstə uyğun tərcüməsini və s. öyrənirik. Növbəti günlərdə isə əgər audiosunu kitaba, yaxud da videoya baxmadan tam olaraq anlayaraq dərk ediriksə, bundan sonra onu başlayırıq öz-özümüzə danışmağa. Yəni qulaq asdın, bitirdin, ağlına nə qalıbsa onu danış. Səhərsi günü isə yenə bunu davamıyla elə. Gündə 1 saat, 2 saat da eləyə bilərsən, amma 2 saatdan çox etməməyi tövsiyə edirəm. Çünki bir gün həvəsin çox olacaq, lap çox işləyəcəksən, səhərsi gün həvəsin öləcək, heç ümumiyyətlə işləmək istəməyəcəksən. Ona görə hər gün az işlə, amma davamlı işlə. Gündə 1 saat işlə, yarım saat işlə, amma hər gün işlə, eyni vaxtda işlə və bezib sıxılsan belə bunu buraxma. Növbəti olaraq isə dinləyib danışdıqdan sonra bu mətni artıq biz bütün versiyalarla öyrənmiş oluruq. Onun sözlərini əzbərləmişik, dinləmişik, dinləyərək mətni izləmişik, dinləyib danışmışıq, tələffüz etmişik və bu mətndə öyrədiyimiz artıq heç bir şey qalmamış olur. Oturub onu başdan özümüzə danışırıq. Bu ən sonuncu mərhələmizdir bir video materialı öyrənməyimizin. Əgər onu tam olaraq öyrənmişiksə, yəni heç bir ifadəni, heç bir preposition'u belə, heç bir vergülü belə səhv salmamışıqsa, təbii ki, vergül bir zarafatdır. Biz onu öyrənmiş oluruq və keçirik növbəti mərhələyə, daha doğrusu növbəti vəsaitə və bunu davamlı olaraq etdikdə bir vəsaiti 1 həftəyə, 2-3 həftəyə, hətta 1 aya öyrəndiyimizdə özümüzdə böyük bir şəkildə inkişaf görəcəyik. Belə dostlar, bu videoda danışacaqlarım bunlar idi. Ümidvaram ki, sizin dil öyrənmə yolunuzda sizə bir işıq olmuş oldum və sizlər üçün faydalı məlumatlar bölüşdüm. Bu videoda dediklərim bütün məlumatlar sadəcə mənim araşdırmalarım, dil öyrəndiklərim və təcrübələrimdən ibarətdir. Mən də hal-hazırda bir dil öyrənirəm, daha doğrusu 2 dil öyrənirəm, ingilis dilini və rus dilini. İngilis dilində A2 səviyyəsindəyim hardasa, rus dilində isə başlanğıc səviyyəsindəyim və ingilis dilində özümdə həqiqətən inkişaf görürəm. Çünki bir müddət dil listening metodunda işlədikdən sonra artıq xaricilərlə danışdıqda, ayrı reelslər, videolar izlədiyimdə videonun böyük bir faizini başa düşdüyümü deyə bilərəm. Danışma mərhələsi isə artıq bu mərhələni biraz da uzun yerinə etdikdən sonra gəlir çatır və yavaş-yavaş başlayır dilimiz açılmağa. Belə dostlar, bu videoda bu qədər idi. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun.